Salam əziz müəllimlər, hər birinizi xoş gördük. Bugün nəzəriyyələrlə bağlı təşkil etdiyimiz sınağın izahını verməyə çalışacağım. Gəlin suallarımızdan tanış olaq. Birinci sualda qeyd edilir ki, Elnur müəllim həyat bilgisi dərsində şagirdlərə sülhün insan həyatındakı önəmini aşılamaq istəyir. Bu məqsədlə müharibə şəraitindəki ölkələrin dramatik şəkillərini göstərir və bu şəkildəki insanlardan biri siz olsaydınız nə hiss edərdiniz sualını ünvanlayaraq onların fikirlərini öyrənir. Dərsin sonunda isə şagirdlərin ayağa qalxıb əl-ələ tutuşmalarını və birlikdə bütün dünya birlik olsa mahnısını oxumalarını istəyir. Elnur müəllim çoxnövlü intellekt nəzəriyyəsinə əsas olaraq həyata keçirdiyi bu tədbir aşağıdakı intellekt növlərindən hansını ehtiva etmir? Situasiyaya diqqət yetirsək, müəllim müəyyən şəkillər nümayiş etdirir. Şəkillərə baxaraq dərk edəcəklər. Bu məkan vizual intellektdir. Müəllim sualı ünvanlayır. Uşaqlar sual ətrafında öz fikirlərini bildirəcəklər. Verbal lingvistik intellektdir. Əl-ələ tutaraq ayağa qalxmaları, hərəki bacarıqlar özünü göstərib kinestetikdir və mahnı ifa etmələri musiqi ritmli intellektdir. Naturalist intellektlə bağlı situasiyada hər hansı bir məqama rast gəlmədik. Birinci sualımızın doğru cavabı olacaq B variantı. İkinci sualımızdan tanış olaq. Əli anasının evdə olmadığını bilib icazəsiz olaraq telefonda oyun oynamaq istəyir. Amma o bilir ki, anası buna əsəbləşəcək. Ona görə də anasının evə gəlməsini gözləyir. Bir növ elə bil Əli qaydalara tabe olur. Piagetin əqli inkişaf nəzəriyyəsinə və şəxsiyyətin inkişaf mərhələlərinə görə Əli hansı mərhələdə sayılır? Təbii ki, Əli ənənələrlə ayaqlaşma dövründədir. Yadda saxlayaq ki, ənənələrlə ayaqlaşma dövründə 6-12 yaş aralığını əhatə edir. Bu dövrdə uşaqlar qaydaları bilir və qaydalara əməl etməyə çalışırlar. Çünki qaydalara əməl etməsələr, onları pis, mənfi nəticələrin gözlədiyini dərk edirlər. Burada da Əli başa düşür ki, icazəsiz telefonla oynasa, anası ona əsəbləşəcək. Doğru cavabımız konkret əməli ənənələrlə ayaqlaşma dövrü. İlkin əməli mərhələdə uşaqlar özlərini məmnun etməyə çalışırlar. Məsələn, D variantında qeyd edilib ki, konkret əməli əxlaqi dəyərlərin olmadığı dövr, əxlaqi dəyərlərin olmadığı dövr körpəlik illərinə təsadüf edir. Bu dövrdə ümumiyyətlə uşaq nəyin doğru, nəyin yanlış olduğunu dərk etmir. Körpə uşaqdır. Formal əməli özünə yönəlmədə də qeyd elədik ki, uşaqlar özlərini məmnun etməyə çalışırlar. Özü nə istəyirsə onu edəcək. İkinci sualda doğru cavabımız B variantı. Üçüncü suala diqqət yetirək. 1 kiloqram dəmir ağırdır, yoxsa 1 kiloqram pambıq sualına hər ikisi bərabər çəkidədir cavabının verilməsi hansı zehni inkişaf mərhələsinə aiddir? Yadda saxlayaq ki, əgər uşaqlar ölçü, çəki, kütlə anlayışlarını dərk edirlərsə, bu konkret əməli mərhələdir. İlkin əməli mərhələdə uşaqlar ölçü, çəki, kütlə anlayışlarının mahiyyətini dərk etmirlər. Dördüncü suala diqqət yetirək. Elmira müəllimə şagirdlərə əgər barometrə civə əvəzinə su əlavə edilsəydi, barometrdə necə bir dəyişiklik müşahidə edərdiniz sualını yönəldir. Piagetin fikrincə Elmira müəllimənin bu sualı şagirdlərdə zehni inkişafın hansı mərhələsinə əsaslanıb? Təbii ki, bu sual ətrafında daha dərin, sistemli və məntiqi şəkildə cavab verəcək formal əməli mərhələ. Formal əməli mərhələdə biz yaş faktorunda nəzərə alsaq, 11-12 yaş üstüdür. Şagirdin kifayət qədər həyat təcrübəsi var və bu suala dərin formada düşünərək, öz fikirlərini də əsaslandıraraq cavab verəcək. Konkret əməli mərhələnin həyat təcrübəsi məhduddur. 5-ci suala diqqət edək. Leyla imtahanlarda uğurlu nəticələr əldə edir. Dərslərdə aktiv iştirak edir. Lakin ən kiçik səhvdə özünü günahlandırır. Tez ruhdan düşür. Günlərlə etdiyi səhvlər haqqında düşünüb özünü yetərsiz hiss edir. Yəni bir növ səhv etməkdən çəkinir. Leylanın situasiyasında hansı nəzəriyyənin xüsusiyyətləri öz əksini tapmışdır? Təbii ki, biz burada görəcəyik ki, düşüncə tərzi nəzəriyyəsindən bağlıdır və Leyla qapalı düşüncə tərzindədir. Səhv etməkdən çəkinir. İnkişafa açıq düşüncə tərzi səhv etməkdən çəkinmir. Səhvlərin onun üçün bir təcrübə rolunu oynadığını dərk edir. Deməli, doğru cavabımız olacaq düşüncə tərzi nəzəriyyəsi. 6-cı sualımıza diqqət edək. 6-cı sualda deyir ki, aşağıdakı fikirlərdən hansı Vygotsky'nin sosial inkişaf nəzəriyyəsinə aiddir? Gəlin, baxaq, variantlarla tanış olaq. Şagirdin məntiqi tapşırıqlar həll etməyi sevməsi onun məntiqi intellektinin daha çox inkişaf etdiyini göstərir. İntellekt növləri ilə bağlı, yəni çoxnövlü zəka nəzəriyyəsi ilə bağlıdır. Şagirdin problemləri müstəqil şəkildə həll etməsi öyrənməyə müsbət təsir edir. Şagird müstəqil şəkildə fəaliyyət göstərsin. Bunu Jean Piaget qeyd edirdi. Şagirdlərin emosional zəkalarının inkişaf etməsi uğurlu olmalarında əsas prioritetdir, yəni əsas istiqamətdir. Bəli, deməli, emosional intellekt
intellekt nəzəriyyəsi ilə bağlıdır. Biz bilirik ki, şagirdin sadəcə rasional zəkasının olması kifayət deyil, eyni zamanda emosional intellekti də olmalıdır. Bu emosional intellekt nəzəriyyəsi ilə bağlıdır. Şagirdlərin davranışlarının müsbət istiqamətdə dəyişdirilməsi mümkündür. Davranış nəzəriyyəsi ilə bağlıdır. Sosial münasibətlər şagirdin zehni inkişafında əsas rola malikdir. Bəli, doğru cavabımız da Y variantı olacaq. Deməli, Vygotskyinin sosial inkişaf nəzəriyyəsinə əsasən deyə bilərik ki, Vygotsky qeyd edir ki, şagirdlərin zehni inkişafının formalaşmasında sosial münasibətlər əsaslıdır. 7-ci sualımıza diqqət yetirək. 7-ci sualda deyilir ki, Karl Dweck'ə görə qapalı düşüncə tərzinə aid olmayan cavabı seçin. Aid olmayan deyir bizə. Yeni iş müsahibəsindən uğursuz cavab aldım, mən çox bacarıqsızam. Deməli, bu təbii ki, qapalı düşüncə tərzidir, özünü bacarıqsız hesab edir. Hüquqşünas olmağı çox istəyirdim, amma 3-cü qrup fənləri çətin gəldiyi üçün 1-ci qrupa hazırlaşım. Çətinlikdən qaçır, asana meyl edir. Yəni, mən əslində hüquqşünas olmaq istəyirəm, amma 3-cü qrup fənləri çətin gəldiyi üçün 1-ci qrupa hazırlaşım. Yəni, çətinliklə mübarizə aparmaq istəmir, məqsədinə doğru irəliləmək istəmir. Bu, qapalı düşüncə tərzidir təbii ki. Tapşırığı edə bilmirəmsə, istifadə etdiyim metodu dəyişməyim lazımdır. Tapşırığı edə bilmirəmsə, istifadə etdiyim metodu dəyişməliyəm. Yəni, mən ümumiyyətlə tapşırığı kənara qoyum, bu tapşırığın öhdəsindən gələ bilmirəm, mən ümumiyyətlə bacarmıram demir. Deyir, tapşırığı edə bilmirəmsə, deməli, metodu dəyişməliyəm, başqa bir metoddan istifadə etməliyəm. Amma çalışır, cəhd edir ki, tapşırığı yerinə yetirsin. Bu, təbii ki, inkişafa açıq düşüncə tərzidir. Nigar bütün fənlərdən 5 alır. O, məndən çox ağıllıdır. Ona görə elə uğurlu nəticələri var. İstəsən çalışsan, sən də uğurlu ola bilərsən təbii ki. Bu, qapalı düşüncə tərzinə xas olan xüsusiyyətdir. Yəni, başqalarını uğurlu hesab edir, özünü uğursuz hesab edir. Çalışmaq istəmir, çətinlik çəkmək istəmir. Sən kimya və fizikadan zəifsən, ən yaxşısı humanitar fənlərin olduğu qruplara hazırlaş. Dediyim kimi, çətinlikdən qaçır, asana meyl edir. Yəni, çətinliklə mübarizə aparmaq istəmir, bu qapalı düşüncə tərzidir. A-dır, B-dir, eyni zamanda D-dir, Y-dir variantlarında verilən fikirlər qapalı düşüncə tərzinə aiddir, amma C variantında verilən fikir inkişafa açıq düşüncə tərzinə xas olan xüsusiyyətdir. 8-ci sualımızdan tanış olaq. Aşağıdakı fikirlərdən hansı Vygotskyinin sosial inkişaf nəzəriyyəsinə aiddir? Gəlin nəzər yetirək. Əgər bir qayda cəmiyyətin mənfəətinə uyğun deyilsə, o qayda mütləq dəyişməlidir. Qaydalarla bağlı Vygotskyinin sosial inkişaf nəzəriyyəsində qaydalar əsaslı deyildi. Şagird fərdi öyrənmə potensialına üstünlük verdiyini göstərir. Şagird özü müstəqil şəkildə çalışmalıdır, bunu Piaget deyirdi. Ən yaxşı öyrənmə təcrübə edərək öyrənməkdir. Şagirdin fəal olması və praktiki öyrənməsi vacibdir. Deməli, şagirdin öyrənmə təcrübə edərək öyrənməkdir. Şagirdin fəal olması və praktiki öyrənməsi vacibdir. Yenə də şagirdin öz şəxsi təcrübəsini əsas tutur. Vygotsky deyirdi ki, şagirdə istiqamət vermək lazımdır. Uşağa deyir, nəyisə özünüz öyrətdiyiniz zaman onun öyrədiləni özünün kəşf etmək şansını həmişəlik əlindən alırsınız. Bunu Piaget deyirdi. Piaget deyir ki, sən uşağa heç nəyi öyrətmə, istiqamət vermə, qoy o özü kəşf edərək öyrənsin, özü araşdıraraq nəticəyə gəlsin, öz şəxsi təcrübəsinə əsaslansın. Bu da təbii ki, Vygotskyinin sosial inkişaf nəzəriyyəsinə aid deyil. Scaffolding şagirdi suallar verə, vərək ala biləcəyi dəstəkləyici öyrənmə mühiti ilə təmin edir. Bəli, scaffolding ümumiyyətlə Lev Vygotskyinin sosial inkişaf nəzəriyyəsinin daxili mahiyyətində qeyd edilir ki, scaffolding, müəllim mütləq scaffolding etməlidir, yəni şagirdə istiqamət verməlidir. Scaffolding nədir? Müvəqqəti dəstək, müvəqqəti istiqamət. Və təbii ki, müəllim müvəqqəti olaraq şagirdə istiqamət verir, dəstək olur. Daha sonra isə şagird özü müstəqil şəkildə icra edəcək. Doğru cavabımız Y variantıdır. 9-cu sualımıza nəzər yetirək. 9-cu sualda deyilir ki, Rüstəm müəllim sinifdə qadın haqları mövzusu ətrafında diskussiya yaradır. Şagirdlərdən Aysun diskusiyaya qatılaraq qadınlara kişilərlə bərabər haqlar verilməsəydi, mən sinif yoldaşım qiyasla eyni sırada otura bilməzdim, deyir. Piagetin zehni inkişaf nəzəriyyəsinə əsasən Aysunun bu sözləri aşağıdakı anlayışlardan hansı ilə izah oluna bilər? Yəni, qısacası, Aysunun zehni inkişafın hansı mərhələsindədir? Təbii ki, formal əməli mərhələdədir. Əgər haqlardan, hüquqlardan danışılırsa, haqq-hüquq anlayışının mahiyyətini dərk edirsə və bu sual ətrafında öz fikrini formalaşdıraraq ifadə edirsə, bu formal əməli mərhələyə məxsus xüsusiyyətdir. 9-da doğru cavabımız A variantı.
10-cu sualla tanış olaq. 10-cu sualda qeyd edilir ki, 8 yaşındakı Aynura 6 mavi, 6 sarı, 6 yaşıl rəngli qələm, yapışqan, rəngli kağız verilir və oxşar olanların qruplaşdırılması istənilir. Aynur verilən əşyaları forma və rənglərinə əsasən düzgün formada qruplaşdırır. Aynurda zehni inkişafın hansı mərhələsi formalaşıb? Təbii ki, konkret əməli mərhələ olacaq. Çünki əgər rəngləri, rəng tonlarını, yəni düzgün formada qruplaşdıra bilirsə, bu konkret əməlidir. İlkin əməli mərhələdə rəng tonlarını, rəngləri ayırt edə bilmir. Yəni dəqiqliklə ayırt etmə, qruplaşdırma bacarığı hələ formalaşmayıb. Doğru cavabımız olacaq B variantı. 11-ci situasiyamızdan tanış olaq. Əli kimyəvi reaksiyalarla bağlı məsələləri həll etməkdə çətinlik çəkir. Bunu görən Elvin müəllim məktəbdə yetəri qədər maddi texniki baza olmadığı halda növbəti gün dərsə gəldikdə özü ilə deyir təhlükəsiz bir neçə kimyəvi maddə gətirərək sinifdə uşaqlarla birgə maraqlı təcrübələr aparır. Nəticədə artıq kimyəvi reaksiyalarla bağlı məsələlərin həlli Əliyə çox asan və maraqlı gəlməyə başlayır. Situasiyaya əsasən Elvin müəllimin hansı nəzəriyyənin prinsiplərini prioritet kimi, yəni əsas istiqamət kimi gördüyünü tapın deyir. Yəni hansı nəzəriyyə əsaslanır deməli Elvin müəllim? Təbii ki, biz burada deyəcəyik ki, Vygotsky'nin sosial inkişaf nəzəriyyəsi, yəni Vygotsky'yə görə scaffoldingdən istifadə edir Əli müəllim. Bəli, əgər diqqət yetirirsinizsə, məktəbdə yetəri qədər maddi texniki baza yoxdur. Buna görə də Əli kimyəvi reaksiyalarla bağlı məsələləri həll etməkdə çətinlik çəkir. Elvin müəllim nə edir? Elvin müəllim növbəti gün deməli dərsə gəldikdə özü ilə təhlükəsiz bir neçə kimyəvi maddə gətirir. Əyani olaraq şagirdlərə nümayiş etdirmək üçün. Yəni şagirdlərə mövzunu öyrənməklə bağlı istiqamət verir, dəstək olur. Doğru cavabımız olacaq B variantı. Bizdən deməli situasiyaya əsasən düzgün olan nəzəriyyəni istəyir. Yəni Elvin müəllim hansı nəzəriyyəyə əsaslanır? Təbii ki, Vygotsky'nin sosial inkişaf nəzəriyyəsinə. 12-ci sualımızdan tanış olaq. 12-ci sualda qeyd edilir ki, Nuray bütün fənlərdən yüksək nəticələr alır. Bununla yanaşı o oxuduğu maraqlı mövzularla bağlı tablolarda rəsm əsərləri yaradır. Düşüncə tərzi nəzəriyyəsinə əsasən aşağıdakı göstərilənlərdən hansı şagirdi tərifləyərkən dekonstruktiv rəy sayılmaz. Dekonstruktiv, yadda saxlayaq ki, iki cür rəy var. Konstruktiv rəy, destruktiv rəy. Konstruktiv rəy düzgün rəydir, destruktiv rəy isə zədələyici rəydir. Gəlin seçək, deyir, dekonstruktiv rəy sayılmaz, yəni düzgün rəy hesab olunar. Həm gözəlsən deyir, həm də ağıllısan. Yadda saxlayaq ki, emosiyalara yönəlik rəy vermək olmaz. Şagirdə sən gözəlsən, sən ağıllısan şəklində rəy vermək doğru deyil. Rəsmlərində romantik cəryanın təsirləri hiss olunur. Bəli, şagirdin fəaliyyətinə əsasən biz rəy veririk. B variantı doğrudur. Oxuduqlarını rəsmə çevirməyin çox möhtəşəmdir. Bəli, yenə də şagirdin fəaliyyətinə yönəlik rəydir. Sizin ailənizdə hamı bacarıqlıdır. Şagirdin ailəsi ilə bağlı rəy vermək olmaz. Yəni bu şagirdin özünə də, həmçində digər şagirdlərə də mənfi təsir göstərir. Digər şagirdləri qapalı düşüncə tərzinə aparıb çıxara bilər. Bu yanlışdır, dekonstruktiv rəydir. Rəng tonlarını çox yerində işlətmirsən. Bəli, Nuray şəkil çəkir. Yəni rəsm çəkməyə marağı var və onun rəsmlərində rəng tonlarından istifadə bacarığını müəllim qiymətləndirir, rəy verir. Doğru rəydir. Səndə onsuz da hər şey əla alınır. Bu yenə də emosiyalara yönəlik rəydir, doğru olmaz. Deməli, doğru rəylərimiz olacaq B, C, Y variantlarında qeyd olunan rəylər. Yəni, doğru cavab götürüləcək A variantı. B, C, Y. B, C, Y variantlarında qeyd edilən rəylər konstruktiv rəylərdir. Digərləri isə dekonstruktiv, yəni zədələyici rəylər hesab olunur. 13-cü sualımızdan tanış oluruq. Aygün boş vaxtlarında intellektual verilişlərə baxmağı, nərgiz gülləri sulamağı, onlara qulluq etməyi, Leyla isə rəfiqələrlə görüşüb gəzməyi çox sevir. Uşaqların müvafiq qabiliyyətlərini müəyyən edin. Bəli, biz burada uşaqların intellekt növlərini müəyyənləşdirəcəyik. Gəlin seçək. Deməli, Aygün boş vaxtlarında intellektual verilişlərə baxmağı sevir. İntellektual verilişlərə baxırsa, riyazi məntiqi intellekt olacaq. Gülləri suluyur, deməli təbiəti sevir, çiçəkləri sevir. Bu naturalist olacaq. Leyla isə rəfiqələrlə görüşüb gəzməyi çox sevir. Rəfiqələrlə gəzməyi sevir. Sosiallaşmağı sevənlər isə şəxslər arası intellekt olacaq. Doğru cavabımız deməli A variantı olacaq. Aygün riyazi məntiqi, Nərgiz naturalist, Leyla isə şəxslər arası intellektə sahibdirlər. 14-cü sualımıza diqqət yetirək. Bu intellektə sahib uşaqlar problemin mahiyyətini dərk etmək, səbəblərini araşdırmaq, həll variantları təklif etmək kimi bacarıqlara sahibdirlər. Söhbət hansı intellektdən gedir? Təbii ki, bu xüsusiyyətlərin daşıyıcısı olan uşaqlar məntiqi riyazi intellektə sahib olan uşaqlardır. Doğru cavabımız C variantı.
15-ci sualımıza diqqət yetirək. Həsən sözləri və nitq hissələrini təsnif edir. O, həmçinin şahidi olduğu hadisələr əsasında doğru ümumiləşdirmələr apara bilir. Həsən əqli inkişafın hansı mərhələsindədir? Əgər düzgün formada qruplaşdıra bilirsə, təsnif edə bilirsə, həmçinin də burada diqqət yetirirsiniz, sözləri və nitq hissələrini təsnif edir deyir. Yəni düzgün formada qruplaşdırır. O, həmçinin şahidi olduğu hadisələr əsasında doğru ümumiləşdirmələr aparır. Doğru ümumiləşdirmə artıq formalaşır konkret əməli mərhələdə. İlkin əməli mərhələdə doğru ümumiləşdirmə apara bilmir uşaqlar. 16-cı sualla tanış olaq. Tural sinifdəki mübahisə zamanı orada olmasa da doğru təhlillər aparıb mübahisəyə səbəbin nə ola biləcəyini müəyyən edə bilir. Yəni mübahisə yaradacaq məsələləri doğru müəyyənləşdirə bilir. Tural əqli inkişafın hansı mərhələsindədir? Turalın deyir, əqli inkişaf səviyyəsini müəyyən edin. Deməli, diqqət yetirirsinizsə, mübahisə zamanı deyir, orada olmasa da doğru təhlillər aparıb müqayisəyə səbəbin nə ola biləcəyini müəyyən edə bilir. Ümumiyyətlə, mübahisəli suallar ətrafında düşünmək, mübahisə zamanı düzgün doğru təhlillər apara bilmək, bu formal əməli mərhələnin xüsusiyyətidir. Qeyd elədiyimiz kimi həyat təcrübəsi var. Həyat təcrübəsi olduğuna görə öz fikirlərini, öz əsaslandırmalarını doğru formada edəcək. Konkret əməli mərhələnin həyat təcrübəsi formal əməli mərhələyə baxanda məhduddur. 17-ci sualımıza diqqət yetirək. Scaffoldingin mahiyyəti nədən ibarətdir? Ümumiyyətlə, scaffolding nədir? Scaffolding şagirdə müvəqqəti dəstək olmaqdır, müvəqqəti istiqamətdir. Gəlin, baxaq görək, hansı variantda mahiyyətini düzgün ifadə ediblər. Müəyyən fəaliyyətləri icra edə bilməyən uşaqların əvəzinə o fəaliyyətləri daha təcrübəli birilərinin yerinə yetirməsi uşağın yerinə nəyisə icra etmək deyil scaffolding. Müəyyən fəaliyyətləri icra edə bilməyən şagirdlərə o bacarıqların formalaşdırmasına istiqamət vermək, bəli, tam doğru cavabımız da B variantıdır. Scaffolding istiqamət verməkdir. Şagirdin yerinə tapşırığı hazır formada icra etmək deyil. C variantında deyilir ki, müəyyən fəaliyyətləri icra edə bilməyən şagirdlərə həmin fəaliyyətləri deyil, başqa birini məmsətmək. Xeyr, əgər uşaq bunu bacarmırsa, onu qoyub digərini keçmək bu scaffolding deyil. Müəyyən fəaliyyətləri icra edə bilməyən şagirdə o fəaliyyətləri məhz özünün çalışaraq etməli olduğunu və başqalarından istiqamət almamalı olduğunu söyləmək. Get özün icra et. Uşağın çətinliyi var, biz də deyirik get özün icra et. Bu scaffolding deyil. Scaffolding şagirdə istiqamət verməkdir. Müəyyən fəaliyyətləri icra edə bilmədikdə onları kənara qoyub tamamilə fərqli deməli icralarla məşğul olmağı tövsiyə etmək xeyr, yanlışdır. Bacarmadığını bəs şagird nə zaman bacaracaq? Biz ona istiqamət verməliyik. Bunu bacarmırsa bunu kənara qoyun, başqa bir misal məsələ tapşırıq verim şagirdə. Bu scaffolding deyil. Doğru cavabımız deməli B variantı olacaq. 18-ci suala diqqət yetirək. Hansı düşüncə deyir? Çevik, yəni açıq düşüncə zəkaya aiddir. Yəni qısacası inkişafa açıq düşüncə tərzini bizdən istəyir. Gəlin nəzər yetirək. İndiki uşaqlar əvvəlkilərə baxanda daha az dərsə meyillidirlər. Deməli, burada fikir verirsinizsə, düzgün formada tənqidi fikir səsləndirilməyib. Deyir, indiki uşaqlar əvvəlkilərə baxanda daha az dərsə meyillidirlər. Yəni negativdir. İndiki uşaqları əvvəlki uşaqlarla müqayisə edir və negativ fikir səsləndirir. Bu təbii ki, inkişafa açıq düşüncə tərzi olmayacaq. İndiki uşaqlar əvvəlkilərdən daha savadlıdırlar. Bir daha qeyd edirəm, birini digəri ilə müqayisə etmək bu düzgün olmaz. Həmçində birini digərindən belə deyək, seçmək, ayırt etmək, bu inkişafa açıq düşüncə tərzi olmaz. İndiki və əvvəlki dövrün uşaqlarının müqayisəsi zamanı dövrün tələbləri və dəyişikliklər nəzərə alınmalıdır. Təbii ki, indiki dövrlə əvvəlki dövrün şəraiti, imkanları eyni deyil. Əgər imkanı, şəraiti nəzərə alırsa, müqayisə edirsə, bu inkişafa açıq düşüncə tərzidir. Əvvəlki dövrün təlim strategiyaları daha öyrədicidir. Əvvəlki indikindən yaxşı idi, indiki əvvəlkindən yaxşı idi. Bunu ümumiyyətlə birini digərindən önə çəkmək, birini digərindən daha yaxşı seçib ayırt etmək, bu inkişafa açıq düşüncə tərzi olmaz. Bu qapalı düşüncə tərzidir. Əvvəlki dövrün müəllimləri indiki dövrün müəllimlərlə müqayisəsi göstərir ki, indikilər daha hazırlıqlıdır. Bir daha deyirəm, A, B, D, Y variantlarında ya indiki dövrü əsas tutur, indiki dövrü bəyənir, əvvəlki dövrü bəyənmir, ya da əksinə. Bu, qapalı düşüncə tərzinə sahib olan insanların fikirləridir. Təbii ki, biz fikir yürüdən zaman, fikir bildirən zaman dövrün imkanlarını da nəzərə almalıyıq. Əgər dövrün imkanlarını, şəraiti, tələbləri, dəyişiklikləri nəzərə alıb fikir yürüdürsə, bu inkişafa açıq düşüncə tərzidir. 18-də doğru cavabımız olacaq C variantı.
19-cu suala baxaq. Aytaç boş vaxtlarında toxuculuq, miniatür əşyalar hazırlamaq kimi əl işləri ilə, Günel dibçəkdəki bitkilərə qulluq etməklə, Arif isə fotoaparatı ilə ətrafdakı təbii və süni obyektləri çəkməklə məşğul olur. Uşaqların müvafiq intellektlərini müəyyən edin. İntellekt növlərini müəyyənləşdirəcək. Gəlin baxaq. Baxın, Aytaç deyir, boş vaxtlarında toxuculuq və miniatür əşyalar hazırlamaq kimi əl işləri ilə məşğuldur. Tikir, sökür. Bu nə olacaq? Hərəkətdir. Düzdür? Əgər hərəki bacarıqlar öz əksini tapıbsa, bu bədən kinestetik olacaq. Arif isə deyir, fotoaparat ilə ətrafdakı təbii və süni obyektləri çəkməklə məşğuldur. Şəkil çəkir. Şəkil çəkirsə, yəni çəkməklə, şəkil vasitəsilə dərk edirsə, bu məkan vizual intellekt olacaq. Güney isə deyir, dibçəkdəki bitkilərə qulluq edir, bitkiləri sevir, canlıları sevir, təbiəti sevir. Bu isə naturalist olacaq. Doğru cavabımız C variantında öz əksini tapıb. Aytaç bədən kinestetikdir, hərəki bacarıqlar özünü göstərir. Günel naturalisti, təbiəti sevir. Fanovu, floraya marağı varsa, bu naturalistdir. Və eyni zamanda çəkməklə, şəkil çəkməklə, məkanı dərk etməklə qavrayırsa, bu məkan vizual olacaq. Doğru cavab C variantı. 20-ci sualımıza diqqət yetirək. Hansı fikir Lev Vygotskyinin sosial inkişaf nəzəriyyəsinə aid edilə bilməz deyir. Gəlin variantları təhlil edək. Fərdin şəxsiyyətin inkişafında şəxsi və sosial təcrübələrin bir-biri ilə əlaqəli olduğunu söylənmişdir. Bəli, Vygotsky qeyd edir ki, şagirdin öyrənməsində həm şəxsi, həm sosial təcrübələr bir-birinin əlaqəlidir. Sosial mühiti vacib hesab edir. Uşağın şəxsiyyətinin formalaşmasında onun yaşadığı cəmiyyətin rolunu yüksək qiymətləndirmişdir. Bəli, Vygotsky deyir ki, uşağın inkişafında cəmiyyətin rolu böyükdür. Şagirdin öyrənmə prosesində üzləşdiyi çətinlikləri daha təcrübəli böyüklər tərəfindən istiqamət verilərək aradan qaldırılmalı olduğu söylənmişdir. Bəli, Vygotsky qeyd edir ki, uşağa mütləq öyrənmə prosesində istiqamət vermək lazımdır. Yəni, scaffolding etmək lazımdır. Şagirdin öyrənməsinin əqli inkişafından sonra baş verdiyini əsaslandırmışdır. Xeyr, əksinə. Vygotsky nə deyir? Vygotsky deyir ki, uşağın zehni inkişafı. Yəni, burada biz Piaget ilə Vygotsky'nin fikirlərini bir müqayisə edək. Piaget deyir ki, uşağın əvvəlcə zehni inkişafı formalaşır, sonra öyrənmə baş verir. Piaget deyir, əvvəlcə zehni inkişaf formalaşır, sonra öyrənmə baş verir. Vygotsky isə bunun tam əksini deyir. Deyir, əvvəlcə öyrənmə baş verir, əvvəlcə şagird öyrənir, öyrənmə inkişafdan əvvəl gəlir, deyir. Əvvəlcə öyrənir, sonra inkişaf edir. Burada isə D variantında gördüyünüz kimi səhv, yanlış fikir verilib. Bu bir Piaget'e uyğundur. Deyir, şagirdin öyrənməsindən əqli inkişafdan sonra baş verdiyini əsaslandırmışdır. Bunu Piaget deyir. Deyir, əvvəlcə əqli inkişaf formalaşır, sonra öyrənir. Amma Vygotsky deyir ki, yox, əvvəlcə öyrənir, sonra inkişaf edir. Ona görə D variantı yanlış olacaq. Şagirdlərə verilən dəstəyin müvəqqəti olduğunu, sonradan dəyişdiyini və bu dəstəyin daha mürəkkəb fəaliyyətlərdə tətbiq olunduğunu qeyd etmişdir. Bəli, biz uşaqlara istiqamət verəndə təbii ki, o müvəqqəti istiqamət sayılır. Bizə demir ki, tapşırığı şagirdin yerinə icra et və yaxud da sona kimi şagirdə nə isə izah et. Biz sadəcə istiqamət veririk. Təbii ki, şagirdlər daha sonra özləri çalışaraq tapşırığın cavabını müəyyənləşdirirlər, tapşırığı icra edirlər və yaxud da misalı məsələni həll edirlər. Deməli, 20-ci sualda da doğru cavabımız olacaq D variantı. Diqqətinizə görə isə mənlər təşəkkürümü bildirirəm. Ümid edirəm sınağın öhdəsindən uğurlu şəkildə gəlmisiniz. Növbəti sınaqlarımızda inşallah ki, nəzəriyyələrlə bağlı əlavə fərqli situasiyalarımızdan qarşılaşacaqsınız.